İslam insan qazanmağına əleyhinə deyil. İslam haramla qazanmağın əleyhinədir. İslam harama sərf etməyin əleyhinədir. Yoxsa insan ruzu tələb eləmək, pul qazanmağa əleyhinə deyil, əksinə. Ona görə Ömər ibn Xattab bir gün məscidə girir, görür ki, məscidin qırağında oturublar. Deyir, siz burada nə yiyorsunuz? Namaz qutarıb, nə yiyorsunuz burada? Deyir ki, biz Allaha təvəkkül eləyənlərik. Yəni, oturmuşuq burada, Allaha təvəkkül eləmişik. Ömər ibn Xattab da biraz sərt idi, vururdu. Vurur bunları, deyir, qalxın ayağı, gedin, Allahın ruzusundan qazanın. Belə olmaz. Heç nə deməsə oturasan deyəsən, mən Allaha təvəkkül edim, Allah mənə ruzulandıracaq, Allahdan ruzu istəyirəm. Olmaz, insan gərək hərəkət eləyə. Ona görə Allah Subhanahu buyurur ki, فَإِذَا قُضِيَتِ الصَّلَاةِ فَإِذَا قُضِيَتِ الصَّلَاةِ Cümə namazından söhbət gedir. Cümə surəsində 10-cu ayə. Əgər namaz bitdikdən sonra فَإِذَا قُضِيَتِ الصَّلَاةِ فَانْتَشِرُوا فِي الْأَرْضِ Yer üzündə yayılın. وَابْتَغُوا مِنْ فَضْلِ اللّٰهِ Allahın nemətindən qazanın. Ona görə işləmək lazımdır, qardaşlar. Allah təvəkkül olmaz, səbəbsiz.